demək hormonal fonun yoxlanması ilə yanaşı olaraq biz eyni zamanda qaraciyər fermentlərini də yoxlayırıq. Qaraciyərdə alat, asat, QGT deyilən maddələr var. Onlar qanda çıxır, qaraciyərin işini göstərir. Bu maddələrin artması qaraciyərin işinin pozulmasını göstərir. Və eyni zamanda biz xəstədə, cinsi ərliyi olan xəstədə əsas demək göstəricilərdən biri olan gizli şəkəri yoxlayırıq. Gizli şəkər, yəni nə deməkdir? Ola bilər şəxsin qanında glukoza, yəni şəkər ölçülür, normal çıxır. Amma bu hələ o adamda şəkərlə bağlı problemin olmamağı demək deyil. Demək, nələr yoxlanmalıdır? Glikohemoglobin deyilən bir göstərici var. Bu son 3 ay ərzində şəxsdə şəkərin qanda miqdarını göstərir, orta miqdarını. Sonra qanda insulinin miqdarı yoxlanmalıdır. Nəyə görə? Çünki insulin bildiyimiz kimi bu qandan şəkərin toxumalara keçməsinə kömək edən maddədir. Mədə-altı vəzdə əmələ gəlir. Onun miqdarının artması testosteronun miqdarının aşağı düşməsinə səbəb olur. Yəni cinsi zəiflik yaradır insulinin artması. Daha başqa bir göstərici insulin rezistentlik göstəricisidir. İnsulin rezistentlik nə deməkdir? Yəni insulin miqdarı həddən artıq çox olanda, insan şirniyyata çox meyl edəndə və yaxud karbohidrat qidaları çox qəbul edəndə, çörək, kartof, makaron, şirniyyat, belə şeylər çox qəbul edəndə, az hərəkət edəndə, piylənəndə qanda insulinin miqdarı kəskin artır. Və o artan insulinin də artmasına baxmayaraq onun keyfiyyəti aşağı düşür. Bax, həmən o insulinin keyfiyyətinin aşağı düşməsinə insulin rezistentliyi deyilir. Yəni, insulin çox olsa da o işləmir. Qandakı glukozanı, yəni şəkəri toxumaya keçirdə bilmir. Nəticədə yavaş-yavaş bu adamda başlayır şəkərli diabet xəstəliyi əmələ gəlməyə. Bu ikinci tip şəkərli diabet xəstəliyi bax bu yolla əmələ gəlir. Bunun da əsas səbəbləri dediyim kimi karbohidrat qidalardan çox istifadə eləmək, qaraciyər problemi. Yəni burada bir çox insanlar fikirləşir ki, ikinci tip şəkərli diabetin səbəbi